Y2 xanasında qeyd edilmiş düsturun aşağıda çıxanlardan hansına köçürülə bilməməsini soruşur bizdə sualdan. Baxaraq birinci. Düstur nə zaman köçürülə bilməz? Əgər bizdə A0, nə bilim, hər hansısa bir H0 olsun, məsəl üçün, və yaxud da nə bilim D0 olsun, fərq etməz. Sıfırla başlayan bir xanalar alınırsa, daha sonra xanada məsəl üçün A, B, C, D məsəl üçün bu ardıcılıqla geçirsə, C-dən geriyə və yaxud da B-dən geriyə köçürmələr edirəmsə, C-dən B-yə, B-dən A-ya məsələn 3 dənə xana keçəndə artıq mən A-dan əvvələ gedə bilmirəmsə, və yaxud da ola bilər məsələn B-dən A-ya gəlirəm, A-dan əvvələ gedə bilmirəm, və yaxud da çıxma zamanı azaldanda mənfi bir qiymət almışam, məsəl üçün A -5, nə bilim B olsun, nə bilim -7. Belə bir qiymətlər alıramsa, bunlara köçürmə eləyə bilmərəm deməli. Yəni geriyə doğru köçürmə olduğu zaman biraz ehtiyat eləməliyik. İndi baxaq burada. Məsələn, Y2 xanasından keçməliyəm. Məsələn, nəyə keçirək? C1 xanasına keçirək birinci, yoxlayaq birinci. Y2-dən C1-ə gəldiyim zaman baxıram. A, B, C, D, E, F və s. davam edir. Y-dən C-yə gəlirəmsə 1, 2. 2 dənə sütunum dəyişir, geriyə doğru gedir, azalır. 2-dən 1-ə gələndə sətirlərimdə 1 vahid azalır. İndi baxaq. Dollar olan bu hissədə dəyişmir, bu olduğu kimi qalacaq. C2 xanasından köçürmə eləyəndə isə 2 vahid geri gedirəm. C-dən B-yə, B-dən A-ya alınacaq A. 2-dən 1 vahid gedəndə geriyə qalacaq 1, A1. Daha sonra buradakı bu A1'ə baxaq. Dollar A dəyişməyəcək. Bunu vuracağım demək dollar A-ya. 1-dən 1 vahid geri getsəm A0 alınacaq. Biz də bayaq nə dedik? Dedik ki A0 deyə bir xanamız yoxdur bizdə. Ona görə burada qeyd edirik nəyi? 1-i götürəcəyik. 1-i də götürürsə ya A-dır ya C-dir. Daha sonra baxaq ikinciyə baxaq. İkinci ikisində də var, deməli 2 olacaq. Yenə də yoxlayaq. Bu dəfə də məsələn B3 qeyd edək bura. Y2-dən B3-ə gəlirəmsə, sətrim 1 vahid artır. Artımda problem yoxdur. İndi demək ki, problem sütunda olacaq bizdə. Sütunumuz da Y-dən B-yə gələndə, Y-dən B-yə 1, 2, 3. Sütunum da 3 vahid azalıbdır, geri getmişəm. İndi gəlin baxaq, bu C-ni köçürmə eləyəndə burada C-dən 3 vahid geri gedə bilirəmmi? C-dən B-yə, B-dən A-ya, A-dan bu tərəfə gedə bilmirəm artıq. Ona görə demək ki, ikinciyə də köçürə bilmirəm. Sonra baxaq, üçüncünü də yoxlayaq. Üçüncüdə A2 yazıbdır bizdə. A2-yə köçürmə eləyirəmsə, sətirlərim dəyişmir, 2-dən 2-yə gəlib, sütunlarıma baxıram. Y-dən A-ya gəlmişəm. Y-dən də A-ya gələndə 1, 2, 3, 4. Demək 4 vahid azaltmalıyam. İndi baxaq, C-dən gələ biləcəmmi 4 vahid? 1, 2, 3, 4 keçə bilmirəm artıq o hissələrə. Demək ki, A2 xanasına da köçürmə eləyə bilmərəm. Ona görə cavabımız nə olacaq? 1, 2, 3. A variantı.